Rast geçsəm mən, gör nə deyir. Bu mənim qohumumda onun yanına gəlmişik. Məndən pul istəyəcək, elə ki ona pul verməyək. Qaş göz yeriyəndə gədəni qamarım. Baş üstəmidir. Belə pulum var, prosto ona versəm yanıq töküləyim. Nədən, nə olub, bəlkə mən maşın satmışam, başqa sürür, özünü atsın bunun altına. Ay day oğlu, mənə dedin ki, şərikli iş quracağıq. Getdim maşınımı satdım, evimi satdım, evdə uşaqlar acından ölür. Mən pulumu niyə vermirsən sən, qardaş? Elə deyirsən ki, sən nə vaxt gəldin mənim yanıma, mən səninlə görüşmədim. Bütün günü sənin ofisinin qabağında yatıram mən. Arada çıxırsan pəncərədən ağzıma saz qatsan məni. O saçları pəncərədən atıram, ağzından tutursan. Rəsul. Ona önləmək, gülmək. Rəsul, çöndərmə məni, mənim pulumu qaytar, Gör nə qardaş. deyirəm, mən sənə nə qədər pul verəcəyəm? 84 min dollar. Ay sağ ol. Şəhərlərim Allah qoysa gəl ofisi at ofisi eləyək də. Mən gəlirəm də bütün gün ofisini deyirəm qabağında yatıram. Bir qəp pul vermirsən mənə. Gəl də gəl, indi nə vaxtsa mənim xoş vaxtıma düşəcək, səni qəbulləyəcəm. Rəsul, mən 10 il güləşə getmişəm. Deqlarımı sana bir fəndə atacağam. Gör nə deyirəm, yəni mən axranla gəzən adamım. Mən gün yarın qasab. Rafiq! Ay Rafiq! Yenə ut deyə məni. Ay qaqa, ha vaxt gələn bura məni udursan. Qoymamsan mən də qəpizat qalsın. Müdür də məni orada gözləyir. Bəs sizə nə təcəyəcək? Bu yüzündən nəhlət gədə qəp-qəp oynayan vaxt. Axran işləyə bilərsən. Gəl bura. Yox, yox.